Herkese salam. Necəsiz qızlar? İnşallah yaxşı olun. Çox şükür. Mən də yaxşıyam. İşə gedirəm. Kitablarımı götürmüşəm. Kitabımın birini akşam bitirdim. Bir iki dənə yerini xəttəməliydim deyə onu götürdüm ki, orada xəttləyərəm. Sizlə də bölüşərəm kitab haqqında. O birisi kitabımı götürdüm, Cahan'ı götürdüm. Bugünlerim Cahan'a başlayacağım. Çok heyecanlıyım o kitabı. Niyəsə içində nə var nə yox bilmirəm. Heç aforizmlərini də oxumurdum da. Amma oxuyurdum çox az. Amma kitabın özü mənim diqqətimi çəkir niyəsə. Bugün ona başlayacağım. Kitab nətərdir kızlar? Çox bəyəndim bu koftan, amma mənim deyil, Ləmanınkidir. Bugün mən geyinmişəm. Bugünlerim saat 3'te psikologdan seansım var. Orada gideceğim. Bugünlerim çok farklı bir yeriyişle gidirəm oraya. Çok farklı düşünceyle gidirəm bugün oraya. Həkimimin də məndən başka bir söhbəti var imiş. Akşam danışdıq, dedi ki, bəs sabahlarım başka bir şeyde danışacağım səndən. Ona göre bugün biraz heyecanlıyım o görüşümüze. Saat 3'tədir. Qaqaş orada olacaq, mən gedəcəm tez. Bir saat çəkir seansımız. Bir saat yazılır da, bəzən saat yarım da çəkdiyi olur. Dəqiqələri problem edən həkim deyil mənim həkimim. Məndən çox soruşdunuz psixologun kimdir deyə. Mən istəmirəm qızlar, bu məndən onun arasında olan şeydir. Şəhərdə çox gözəl psixologlar var. Mən öz psixologumu məxfi qalsın istəyirəm. Ona görə də paylaşmaq istəmirəm. Sabahınız xeyir. Bugün yine çok qəşəng görsənsiniz. Sizə həqiqətən balet edirəm. Çox qəşəng görsənsiniz. Mənə belə ciddi, söyleme bitti. Sen bir dəfə bitti deməklə bitəmilməz. Getməyə sandım, gitmə amandım. Həsrətimi çəkməyəm, yetəmilməz. Demək sizə kitabdan danışım. Kitab həqiqətən də maraqlı kitab idi. Amma bir şey var idi ki, mənə biraz sanki belə detski kimi gəldi, uşaq kimi gəldi. Kitabda çox qəşəng yerləri belə xəttiyib eləmişəm. Mira'nın da dediği kimi bəzi yaraları yalnızca onları qanadanlar sarıya bilir. Mən kitablarımı qızlar başqa xanımlara verəndə ki oxusunlar. Onlara da deyirəm ki, xoşunuza gələn bir şey olanda, bir söz olanda onu xəttləyin. Mən buna özüm icazə verirəm ki, xəttləyin. Çünki mən kitabxanadan da götürüb oxuduğum kitablarda o mənə maraqlı gəldi, insanların yaşadığı. Məsələn, deyək ki, mən bu kitabı sizə vermişəm. İçinizdən birinə vermişəm. Məsələn, burada Məsələn, burada belə bir söz var. Biz səninlə heç vaxt ayrılmayacaq. Bu söz mənə niyə təsir edibdi? Qulağımın çox eşitdiyi üçün. Mən bu sözü qulağım eşidib deyə, bu söz mənə bunu mən eşitdiyim üçün və buna əməl olunmadığı üçün bu mənim diqqətimi çəkir misal üçün. Başqaları da xəttlədiyi şeyləri mən oxuyanda düşünürəm ki, məsələn bu söz deyir ki, bəzi şeylərin gözəlliyi onların səbəbsiz yerə edilməsindədir. Mən bunu yaşamışam deyə, bu mənə təsir edir. Başqaları da məsəl üçün bir şey xəttləyəndə oturub düşünürəm ki, görəsən o nə yaşadı ki, bunu xəttləyibdi də. Ona görə xoşuma gəlir. Nəysə, kitabı oxumanızı məsləhət görürəm, qəşəng kitabdır. Bu günlərim artıq Cahana başlamışam. Artıq bunu oxuyacağım. Bunu da əslində evdə qoymadım, prosto gətirdim ki, sizinlə müzakirə edeyim. Əlimdə tutmasam müzakirə edə bilmirdim. Digər tərəfdən qızlar, qəribə bir şey oldu. Az önce çok qəribə bir şey oldu. Ama baxın, mən bir padruqam var idi, bir tanışım var idi. Demək bu sevdiğinden ayrılmıştı. Bunu bütün ətraf
padruqaları, tanışları bunu enkazını yerdən qaldırırdılar. Baxın. İğnələr, dərmanlar, psixoloqlar, göz yaşı, drama, bərbad keçən günlər, həftələrdən sonra hər kəs bunu bir şəkildə yerdən qaldırandan sonra qız artıq hə tamam yaxşıyam deyəndən sonra drink bir mesaj gəldi. Darıxmışam. Fışt bir də başa. Təsəvvür edin qız qurtula bilmirdi də. Tam bitdi deyirdi, amma qurtula bilmirdi. Bir də bir mesajdan başa keçirdi. Bir də başdan bir həftə, 10 gün mehriban danışırdılar, hər şey yaxşı görüşürdülər. Ora, bura, qəşəng günlərdən sonra bir də ayrılırdılar. Qız bir də o vəziyyətlərə, bir də bunun üzünü danlaya padruqaları, ətrafı bunu toparlayırdı. Bir şəkildə bunu sağaldırdı. Bu yaxşıyam dediyi günün səhərsi direkt bir dənə mesaj. Sanki belə hiss edirdi ki, bu qız yaxşıdır, qoy tez buna şey eləyim. Bu arada padruqamdı. Bu qız bir şəkildə bir şeyə sarılırdı, uşaqlarına sarılırdı, həyatına sarılırdı, işinə sarılırdı, bitdi deyirdi. Qəbullandığı anda sanki qarşı tərəf bir şey hiss edilmiş kimi bir də başlayırdı buna. Yazırdı, gəlirdi, görsənirdi, xoş sözlər filan, bir də qızın kafasını qarışdırırdı. Hər barışanda qız deyirdi ki, mən kafamı qarışdırmada qoy unudum. İmkan vermirdi. O qız bir də başa keçirdi. Psixoloq ona deyirdi ki, artıq mənim yanıma gəlmə. Yəni bir həkimi düşünün ki, xəstəsən deyir ki, gəlmə mənim yanıma. Mən səndən bacarmıram. Yəni bu qədər olmaz. Sən mənim dediyim heç bir şey eləmirsən, plusdakı əksin eləyirsən. Təsəvvür edin, qız seanslara pul tökürdü, amma şey eləyirdi. Psixoloqundan gizlədirdi. Psixoloq buna sual verdi. Səhifəsinə girməyibsən ki? Yox. Baxmayıbsan ki şəkillərinə falan? Yox. Köhnə videolarınıza baxmayıbsan ki? Yox. Amma baxırdı ha. Nə ki videolara baxmaq? Canlı özünə baxırdı. İndi bu günlərin qəribə bir şey oldu. Həmin məsələ, hər şey bitdi, ayrıldı. Qız toparlandım, əlayam, yaxşıyam, əhval-ruhiyyəm də superdi dediyi anda çak qapı açıldı, tek girdi içəri. Ay. Girdi içəri belə mənalı baxışlarla falan filan. Tamam qız biraz belə Türk demiş afalladı, biraz belə şaşırdı falan, amma yenə də o gedəndən sonra baxdı ki, çökmədi. Hər şey yaxşıdır. Kefi pozulmadı, qanı qaralmadı. Heç nə olmadı. Başa sarmadı. Demək ki, artıq bir şeyləri sağaldıbdı. Nəysə, indi gəlin qəşəng kofemizi içək. Yeni stəkanımızda kofemizi içək. Kitabımızdan bir-iki səhifə oxuyaq. Sonra da başlayaq, işlərimizi görək. Bu şirin görüntünü xoşlayıram. Qərar verdim, kastamı dəyişirəm. Bu qaf çox yekədir, çox kobuddur. Qaqaş da baş tərəfini qırdığı üçün bunu məcbur skoşlamışam o heç. Qərar verdim, onu buna köçürəcəm. Bu şeyi köçürəcəm. Həm bu yığcamdır, həm də şeydir, qəşəngdir. Bu daha qəşəngdir məncə, düşünürəm ki, yerdə tutmaz. Belə uzundur, o amma enlidir. Ona görə əsla içini saymadan, onu buna köçürəcəm. Saymadan. Eləcə oradan belə aşıdacam, buna tökəcəm. Zaten çəkiliş deyirəm, özünüz də görəsiniz ki, saymamışam. Belə daha yaxşıdır. Sevdiyim hər şey qoy gözümün qabağında olsun. Yemək vaxtıdır. Bu biznes lunch istəyirəm, gətirəm, görüm necədir. Tava kebab. Tava kebab nədir? Kotletdir də. Tava kebab nə olur ki? Səhv eləmirəmsə kotlet olur, hə. Salat, bir də kola. Bu biznes lunch'ı gətirəm, görüm necədir. Yemeğim geldi kızlar. Kara çörek koydular.
Demək qızlar 5 manat 50 qəpik tutmuşdu. Mən də kuryerə 6 manat verirəm. Deyirəm ki, bəs üstü qalsın. Deyir ki, yox olmaz. Deyirəm ki, niyə olmur ki? Qalsın da üstü. Deyir ki, yox biz halallıqla işləyirik. Deyirəm ki, mən haram eləyin demirəm ki, özüm halallığını verirəm də. Burada qəşəng yeməkdir. Hə, deyirəm ki, bəs şeydir, qalsın da. Deyir, yox, mənə deyir. Biz deyir halallıqla işləyirik. Deyirəm ki, mən haram elə demirəm ki, mən öz pulumu sənə verirəm də. Deyir, yox, istəmirəm. Dedim, heç nə. Məsləhət sənindir. Pis deyil. Prosto kotlete o kadar soğan vurublar ki, kotlet etten çok soğandadır. Hep öyle dedin çünkü. Başından beri seviyorum dedim. Çocuğunuzun babası olacak kadar. Benimle evlenecek kadar çok seviyorsun. Bir kere eğer birbirinizi istemiyorsan ben seni zorlayamam. Hazırlaşdım. Çıxıram, gedirəm. Oğluşum buradadır, işdədir. Gedirəm öncə seansıma, oradan sonra da istəyirəm bunları rədd eləyəm. Bugün bunlardan qurtulaq gəlin qızlar. Bugün bunlar çıxsın getsin. Gedək, keşək dırnağımızı da düzəltdirək. Ustamla danışdım, hələ cavab verməyibdi. Əgər cavab versə, oradan da gedib, oradan çıxıb gedib dırnağıma bunu rədd eləyəcəm. Keçən dəfə bir xanım, bir bacı yazmışdı ki, Mironun rədd eləmə mahnısını get keşək dinlə. Mən də getdim, keşək dinlədim. Ürəyimə yatdığı bir sözləri var idi. Gedirəm ağa. Ben onu unutmadım. Ben vefasız olmamışım. Xəyanət etməmişəm. Ayrı eşqə uymamışam. Sağ ol ağa. Sen yine buradasan. Yine buradasan. Ama ayağını üstüme koyma, paltarım ağdı. Yok, olmaz. Bu defa olmaz. Sana bir at seçək. Sənlə mən hər gün qarşılaşırıq burada. Sana bir at seçək. Seçək mi? Ben gelmişim ustanın yanına. Çok qəşəng danlanmışam. Çok qəşəng belə o kibar danlandım. Burada bilməyim nə qədər danlandığımı. İndi Baş koşmuyor. dırnağımın rəngini dəyişirik. Öncədən sizə məsləhət eləyə bilmədim ki, birlikdə qərar verərdik. Çünki oturduğum yerdə mən də qərar verdim ki, gedim dırnağımı dəyişim. İndi deyirəm ki, biraz yaydır da, qəşəngdir hava. Gəlsin mən tonlarını da eləyim. Sonra da siz indi mənim ustamın möhtəşəm əl işinə baxın. Görün indi mənim ustam burada nə harikalar yaradacaq. Her şey belə Hasan da olsaydı Ayten. Üstüne bir qırıq eləyib silsəydik. Ama hayatta öyle bir şeyler olmuş. Terslikler olsun. Çok var. Onu ora həqiqətən çox ləzzətlə yazdırmışdım. Çox ləzzətlə də söktürdüm. Söyleme işlerden Allah rahmet eylesin. Duygularım karma karışık. Evet. Bu, yani bu usta dememiş daha. Karşıma kalmıyor. Bu tırnak bana ait değil. Bana ait değil. Ben hemen gün son anda karar verdiğime göre Bəli. yazılmamış gelmek istemiştim. O da alınmamıştı. Risk değişim istedi alınmadı.
Mesela gəl desəm ki, Ayten ora yazma yaxşı. Baxır da sən Nasreniyana. Yox, mən yazma. Çünki sonra peşman oluram. Tamam. Yazdırım gündən sabahda peşman oluram. Qızlar, dırnağımdan çıxdım. Artıq evə doğru gedirəm. Getdim, seansdan çıxdım. Ondan sonra getdim dırnağıma. Dırnağımı göstərim sizə. Tatam! Necədir qızlar? Bu dəfə yaysəmən rəngi elədim, amma çox açıq yaysəmən rəngdir də. Məsələn, biri var belə tünd yaysəmən, biri var açıq yaysəmən rəngi elədim. Yaxından da çəkeyim. Burada bir dənə çıqqılı bir gül qoydurdum. Qəşəngdir, hə? Mən çox bəyəndim. Burada mavi düşür, amma mavi deyil də, şeydir. Yaysəmən rəngdir. Lap açıq. Yaysəmənin lap açıq tonudur. Yaysəmənin özünün tonudur da, çirnelə çalan tonu deyil. Qızışdım ki, yayları, qışları yığım. Qışları yığışdırım, yayları falan götürüm. Qızışdım. Amma şeydir. İndi də istəmirəm. Hövsələm daraldı. Eləmək istəmirəm. Mamam saçımı yolar. Məni burada evdə o baş bu baş sürüyər ki, bunları bura töküb niyə qalıbsan? İndi məcbur hamısını yığmalıyam. Heç sevmədiyim bir işdir. Getdim biraz da yemək yedim. Yeməkdən sonra da vəbşə adamın halı qalmır. İndi məcbur bunları yığmalıyam. Nədən? Çay qonaqlığında. Çay qonaqlığından. Dana? Bu dırnaqla. Bax görən Suzun. Bax da. O keçmir. O gönə taktikadır. Kızlarla biz qırdıq. Yadımda dayanama, yadımda. Biz qırdıq. Çay qonaqlığından uduzan o birisinə çay qonaqlığı verəcək. Məlumdur da kim uduzur, yadımdadır. O qədər huşum mən güclüdür ki.